Bilirsiniz, mütəmadi olaraq imtiyazlı kateqoriyadan vətəndaşlarımız sanator kurort yollayışlarından təmin olunurlar və müxtəlif sanatoriyalara göndərilirlər. Bu dəfə də 130 imtiyazlı şəxs sanator kurort yollayışı ilə təmin olunub, Naxçıvana yola salınıb. Həmin tədbirdə əməkdaşlarımız da var idi, çəkiblər. 130 imtiyazlı şəxs sanator kurort yollayıcıları ilə təmin edilərək xəstəliklərinə uyğun müalicə mərkəzinə yola salınmışlar. Bunlar şəhidlərimizin ailə üzvləri, əlilliyi olan şəxslərdən ibarətdirlər. Yollayışla təmin olunan şəxslər Duzdağ İstet sanatoriyasında müalicə bərpa kursu keçəcəklər. Duzdağına gedir, Naxçıvana sanatoriya dincəlmək, yəni gedək biraz müalicəmizi alaq gələk. Samolyotdan bizi göndərir, yəni gedirik, gəlirik, yeməyimizi, içməyimizi, yatmamızı hamısını verir, yol pulumuzu verir, gedib gəlməyimizi, yol pulumuzu verir, hamısını evimizə kimi. Bu il bizə də şans yaradılıb, övladımla bərabər müalicəyə Naxçıvan Duzdağına sosial agentlik tərəfindən göndərilirik. Yəni bu şəhid ailələrinə, qazi ailələrinə, əlillərə olan diqqət və qayğının nümunəsidir. İlk dəfədir mən gedirəm Duzdağa, amma bundan öncə Mərdəkanda olmuşam, Şağanda olmuşam. Həqiqətən də tez-tez bizi reabilitasiyalara, müalicəyə göndərirlər. Sağ salamat.